Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. 7 iyul 2026-cı il üçün Azərbaycanda hava proqnozu açıqlanıb. Salam, hər vaxtınız xeyir olsun. Milli Hidrometeorologiya Xidmətinin açıqladığı son məlumata əsasən 7 iyul 2026-cı il tarixində Azərbaycanın əksər bölgələrində yay fəslinə uyğun isti hava şəraitinin müşahidə olunacağı gözlənilir. İndi isə ölkə üzrə hava proqnozuna birlikdə nəzər salaq. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla yanaşı günün ikinci yarısında yarımadanın bəzi ərazilərində qısa müddətli yağış və şimşək ehtimalı da istisna edilmir. Mülayim şimal-qərb küləyi əsəcək. Paytaxtda havanın temperaturunun gecə 21-26 dərəcə isti, gündüz isə 32-37 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65%, gündüz 35-40% təşkil edəcək. Azərbaycanın rayonlarında isə hava şəraitinin əksər ərazilərdə əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısından etibarən bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimal olunur. Çərk küləyi bəzi ərazilərdə arabir güclənə bilər. Rayonlarda havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz isə 35-39 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 12-17 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti gözlənilir. Sinoptiklər bildirirlər ki, günorta saatlarında müşahidə olunacaq yüksək temperatur səbəbindən açıq havada uzun müddət qalmaq tövsiyə edilir. Xüsusilə yaşlı insanlar, azyaşlı uşaqlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin günün ən isti saatlarında daha diqqətli olmaları məsləhət görülür. Sürücülərə də ehtiyatlı olmaları tövsiyə edilir. Dağlıq ərazilərdə qısa müddətli yağışlar səbəbindən yolların sürüşkən olması mümkündür. Kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların isə yerli hava şəraitində baş verə biləcək dəyişiklikləri diqqətdə saxlamaları faydalıdır. Qeyd edək ki, hava proqnozları atmosfer proseslərindən asılı olaraq yenilənə bilər. Buna görə də rəsmi meteoroloji məlumatları mütəmadi izləmək tövsiyə olunur. Bu 7 iyul 2026-cı il tarixi üçün Azərbaycanda gözlənilən hava proqnozu idi. Videonu bəyəndinizsə kanala abunə olmağı və yeni məlumatları ilk izləyənlərdən olmaq üçün bildirişləri aktiv etməyi unutmayın. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, növbəti videolarda görüşənədək